Oktyabrın 21-də Heydər Əliyev mərkəzində Yeni Azərbaycan Partiyasının mərkəzi aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Keçmişə ehtiram, gələcəyə inamla" Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib. Əvvəlcə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı ziyarət edilib. Məzarın önünə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi anılıb. Məzarı önünə tər güllər düzülüb. Tədbirdə dövlət himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Allah rəhmət eləsin. Tədbirdə açılış nitqi ilə çıxış edən YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən birinin tarixi ənənələrə, milli mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsi olduğunu deyib. Bildirib ki, gəncləri Azərbaycanın bugünü, sabahı və ümidi adlandıran Heydər Əliyev həm SSR dönəmində, həm də müstəqillik dövründə Respublikamıza rəhbərlik etdiyi zaman intellektual, milli mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirib. Bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirib. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident Müzəffər Ali Başkomandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasi kursunda mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması hər zaman xüsusi yer tutub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənclərimiz şanlı qələbənin qazanılmasında, tarixi ədalətin, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında misilsiz rol oynayıb. Tahir Budaqov ümummilli liderin xalqımıza siyasi mirası olan və ümumxalq rəğbətini qazanaraq Qələbələr Partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirdiyini deyib. Gənclərin Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında zəfər yolunda əmin addımlarla irəliləyən, müstəqil Azərbaycanın tərəqqisində mühüm rol oynayacağına, onlara göstərilən inam və etimadı layiqincə doğruldacaqlarına əminliyini ifadə edib. YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqətin xüsusi yer tutduğunu və Ulu Öndərin təhsil siyasətinin Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkə rəhbəri uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə biliyə yiyələnməklə əlaqələndirərək təbii ehtiyatların və insan kapitalının sintezinin Azərbaycanı qabaqcıl müasir ölkəyə çevirəcəyini qeyd edir. Onun sözlərinə görə Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq deyən Prezident İlham Əliyevin xalqın dəstəyi ilə işğalçılara qarşı bütün cəbhələrdə mübarizə aparması öz real nəticəsini verdi. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi ədalət bərqərar oldu. Xalqın qürur və milli ləyaqəti bərpa olundu. Elm və Təhsil Naziri Emin Əmrullayev dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, 2003-2023-cü illərdə hökumətlərarası təqaüd proqramları çərçivəsində 4118 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Ali təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində isə ali məktəblərə qəbul olunan tələbələrin sayı 2003-cü ilə nisbətən təxminən 3 dəfə artıb. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev bugün dünyanın üzləşdiyi çağırışlar qarşısında daha dayanıqlı gələcək qurmaq üçün baş vermiş və gözlənilən dəyişmələrə uyğunlaşmağın vacibliyindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər sənədinə əsasən 5-ci prioritet məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi ilə bağlıdır. Nazir həmçinin qeyd edib ki, gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin sözlərinə görə, Azərbaycanda gedən quruculuq prosesinin istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də innovativ cəmiyyət yaradılması istiqamətində aparılan işlərin əsasında gənclər dayanır. Sürətlə dəyişən qlobal trendləri izləyərkən görürük ki, gənclərin çeviklik və uyğunlaşma bacarığının inkişaf etdirilməsi vacib amillərdən biridir. Onun fikrincə, mühəndislik hakatonu kimi intellektual yarışların təşkili də bu məqsədə xidmət edir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında dünyanın 4-cü sənaye inqilabı dövründə yaşadığını deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə bugün bizim istifadə etdiyimiz texnologiyaların mövcud olmadığı zaman Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı strategiya müəyyənləşdirib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz mühüm nailiyyətlər qazanır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Nurani Abdullayeva və 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev çıxışlarında Azərbaycan gəncliyinin qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, onlara göstərilən etimadı hər zaman doğrultmağa çalışdığını deyiblər. Sonra Heydər Əliyev 100 mühəndislik hakatonu intellektual yarışının qalibləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Ali Neft Məktəbinin komandaları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Hakatonun təşkilində göstərdiyi dəstəyə görə Kapital Bankın İstedadların İdarə Edilməsi Departamentinin direktoru Aygün Musayevaya təşəkkürnamə təqdim olunub. Tədbir bədii hissə ilə davam edib. Sonda xatirə fotosu çəkdirilib.